Bu ölkə hakimiyyəti insanların tək mübarizəsindən qorxmur Teymur bəy. Təşkilatlanmadan qorxur. Bizim Azərbaycan Xalq Parlamenti formalaşdığı gündən adlarını çəkməyəcəm. Parlamentin millət vəkillərinin sosial şəbəkə hesabları vurulmağa başladı. Niyə? Bu sualın cavabını mən dünən gecə fikirləşib özümə çözdüm. Onlar təşkilatlanmadan qorxurlar və təşkilatlanmaya qarşı artıq hücuma başlayırlar. Niyə? Çünki bu təşkilat Azərbaycan Xalq Parlamenti və Milli Müqavimət Hərəkatı Əliyevlərin sonunu gətirəcək yeganə təşkilat olacaqdır. Və biz Xalq Parlamentinə seçilərkən biz hamımız öz səhifələrimizdə yazırdıq ki, seçicilərin etimadını doğrultacağıq. Biz nəyəsə güvənirik ki, Xalq Parlamentinin daxilində biz belə bir söz veririk. Niyə? Çünki biz artıq Xalq Parlamentdəki millət vəkillərini tanıyırıq. Onların da bizim kimi boyunlarına kəfən dolayıb bu yola çıxdıqlarına əminik.